Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib. Globalinfo.az məlumat verir ki, bu barədə Teleqrafa mərhumun yaxınları məlumat veriblər. Onların bildirdiyinə görə, Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bugün səhər qaldığı oteldə ürə tutmasından dünyasını dəyişib. Ağamalı uzun zaman idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum 4 monoqrafiyanın, bir dərsliyin və 50-dən çox elmi məqalənin müəllifi idi. Uzun illər pedaqoji fəaliyyət göstərərək Naxçıvan şəhərində orta məktəbdə, Naxçıvan Dövlət Universitetində, eləcə də Azərbaycan Texnologiya İnstitutunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Azərbaycan Əmtəəssümaçlıq İnstitutunda və Azərbaycan İqtisad Universitetində müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. O, eyni vaxtda dövlət qulluğunda da məsul vəzifələr tutub. Belə ki, 1992-ci ildə Azərbaycan Respublikası Sosial Təminat Nazirinin müavini, 1993-1994-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin birinci müavini və naziri əvəzi olub. Siyasi fəaliyyətinə görə geniş tanınan mərhum Ana Vətən Partiyasının sədri idi. 1-ci, 2-ci, 3-cü və 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Parlamentin hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü kimi fəaliyyət göstərib. O, həmçinin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqaristan, İsveç, Sloveniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, MDB parlamentlərarası asambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvü olub. Mərhum ailəli idi, 3 ovladı var.